Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. Yenə işıq gözümə düşür, fikir verməyin. Bu günləri Temu sifarişləri ilə qarşınızdayım. Bəli, yenə Expargo paketi, yenə mən, yenə nəsə sifarişlər. Belə bir qutudur. İçində belə bir qab var. Deyəcəksiniz ki, bu niyə oradan çıxdı, o niyə buradan çıxdı? Çünki mən bu qabı artıq istifadə etmişəm. Amma yenə də sizə göstərmək üçün yenidən gətirdim. İçini boşaltdım. Oralar da gündədir, neysə. Belə bir makyaj fırçası qabıdır. Məncə çox gözəldir. Keyfiyyəti də yaxşıdır və sap-sağlam gəlib. Qiyməti isə 14 manat 45 qəpiyə almışam, amma hal-hazırda 7 manata düşüb. Yəni mənim bəxtsizlik. Həyat yoldaşım oradan şok oldu, hə? Hə. İkinci isə yenə içini boşaltdığım digər qutu və yenə sizin üçün gətirmişəm göstərməyə. Belə bir bu nədir? İtimin tükü. Belə bir orqanayzerdir. Bu daha belə yüngül plastikdir. O daha belə şüşə materialı plastiklərdən idi, daha keyfiyyətli plastiklərdən idi. Bunlar hamısını makyaj orqanayzeri olaraq almışam. Bu arada mənim hədsiz dərəcə çox kosmetikam var və onları hamısını orqanayzerə yığıram. Hətta bundan öncəki videoda, dekorativ videosunda da görmüşdünüz ki, orqanayzer almışdım. Nə qədər hər yerə gedirəm, orqanayzer alıram. Bu da onlardan biridir. Çox yaxşıdır. Uzunluğu falan, qulpları da var. Silmənin içinə qoymağa çox idealdır. Adətən bu tip orqanayzerlara daha çox belə likid məhsulları qoyuram. Tonalini, BB krem, nə bilim, makyaj bazı və s. çox yaxşıdır. Bunun da qiymətini görə bilmirəm. Qiyməti 5 manat idi, səhv eləmirəmsə. 5 manata falan almışdım Temudan. Tapa bilmirəm hal-hazırda qiymətini, üzrlü sayım. Üçüncü məhsulumuz bu gözəllər gözəli və mənim ən çox istifadəyə yararlı olduğunu düşündüyüm bu qabdır. Bu sırğalarınızı və yaxud da üzüklərinizi yığa biləcəyiniz bir orqanayzerdir. Belə bu şəkildə bölmələri var. Hərəsinə öz aksesuarlarınızı qoya bilərsiniz. Mən bunu sırğalarım üçün almışam, kiçik sırğalarım üçün. Çünki onları qaba yığıram kağızların içində, amma heç xoşuma gəlmir. Ona görə belə bir qab almışam. Bunun da qiymətini bu dəqiqə sizə deyim. 5 manat 50 qəpiyə almışam, 3 manat 80 qəpiyə düşüb qiyməti. Sırada belə bir qutumuz var. İçindən belə bir orqanayzer çıxır. Baxın, qırıq gəlib. Mən bu şəklini çəkib indi yollayacağam onlara. Amma yenə də çox böyük bir qırıq deyil. Yəni qopmayıb bir-birinə, sadəcə çatlamış bir şeydir. Belə bir orqanayzer var uzun. Bunu da tem paletləri üçün almışam. Tem paletlərini rahat bir şəkildə bölmə-bölmə qoya biləcəyim bir qabdır və bu bayaqki birinci göstərdiyim makyaj fırçası qabı kimi daha keyfiyyətli bir şüşədir. Bu arada bunun yanında bir dənə də məhsul var. Bu tək gəlmir. Bu ikilidir. İkincisini gətirməmişəm. Nəysə, bundandır. Bunun yarısı qədər belə nazik bir orqanayzerdir. Onun da içinə glosslarımı qoymuşam, amma onu artıq ora qoymuşam. Bir də gedib çıxartmayım. Bunları çıxartdım, o qaldı, nəysə. Onunla bu ikisi birlikdə satılır və qiyməti, mən indi sizə onun qiymətini göstərim. 18 manatdan 13 manata düşüb. Bu da biraz üzücüdür. Nəysə, belə bir şeydir, baxın. Belə bir şeydir. Bu da mən 18 manat almışam, hal-hazırda 13 manata düşüb, biraz qəlb qırıcıdır. Buradan 10 manat ziyan elədim, nəysə. O qiymət almışam. Siz indi almaq istəsəniz daha ucuz qiymətə ala bilərsiniz. Sırada bir ədəd kapron golfi deyək də biz buna. Qara rəngdə belə bir kapron corabdır, uzun, dizaltı. Keyfiyyəti çox yaxşıdır. Bu arada mən Temudan paltar alış-verişi eləməyin tərəfdarı deyiləm. Amma bu tip şeyləri alıram. Kapronlar, aksesuarlar və s. Baxın. Belə bir uzun corabdır. Çünki havalar yavaş-yavaş isinir. Düşündüm ki, ətəklərlə və yaxud da ki, qısa şalvarlarla daha qəşəng görünə bilər. Ona görə aldım. Bu nədir deyəcəksiniz? Bu qərib, telefonumu gətir. Qəribə aldığım tək bir məhsuldur. Görən kimi çıxartdı telefonu, taxdı ona ki, mən bunu verməyəcəm. Video çəkəndə deyərsən gətirərəm. İndi gətirsin, göstərəcəm. Gətir. Telefonu gəldiyi an telefonuna taxıb da, yəni. Sanki belə wow bir şeymiş kimi. Belə bir kabradır. Pitaka kabralardandır, amma bu gördüyünüz kimi fake-idir, orijinal deyil. Yəni burasındakı MagSafe də orijinal deyil, amma bunun orijinalları pitakalar çox qəşəngdir. Amma bu da çox qəşəng, keyfiyyətli gəlib, materialı da çox qəşəngdir, özü də çox qəşəng viddidir. Yəni bunu çox bəyəndim. İndi bu necə mənə atıb, mən də ona o cür qaytaracağam. Tut. Tuta bilmədi. Amma normalini gətirib versəydi, normalini də alardı. Bu arada qiyməti də
Hə, 7 manata, 6 manat 89 qəpiyə almışıq. Elə o qiymətədir, endirmə düşməyib. Bir ədəd belə sırğa almışdım. Əslində Temudan çox aksesuar almıram, çünki oradan gələn aksesuarlar çox keyfiyyətsiz gəlir. Amma bunu çox bəyənmişdim və düşünürdüm ki, bu mənə olacaq. Qulağa keçir belə. Bir buradan, bir də buradan halqa kimi belə görünməli idi. Əslində necə deyim sizə, belə görünməli idi. Baxın, belə görünməli idi. Amma mənim qulaqlarım kəpiş qulaq olduğu üçün, balaca olduğu üçün bu mənim qulağıma böyük oldu. Mən də bunu biləyim də balaca olduğu üçün, biləyim çox balaca olduğu üçün, qulağım da çox balaca olduğu üçün, yəni qulağı olan şeyi biləyimdə istifadə edirəm də. Təsəvvür edin o dərəcə. Biləyimə taxıram, neyim? Taxacam daha doğrusu. Belə bir şey. Çox üzücü və çox utanc verici. Bunun da qiyməti 4 manat almışam, 2 manata düşüb. Yüksək ehtimalla mən çox alış-veriş elədiyim üçün mənə endirim verdilər, amma mən artıq o məhsulu almışam yəni. Sırada bu nədir deyəcəksiniz? Deyəcəksiniz ki, niyə belə boş-boş şeylərə pul xərcləyirsən? Amma bu boş bir şey deyil. Bu əlin bu hissəsinə keçən və makiyaj edərkən tonalini və s. burada isidərək və yaxud da burada qarışdırmaq üçün bir qabdır, daskadır belə bir. Ələ keçir və qətiyyən sürüşmür, çıxmır və məhsulları əlinizə, dərinizə dəymədən, mikrob eləmədən daha keyfiyyətli və daha təmiz bir şəkildə istifadə edə bilirsiniz. Bunu da mən spirt deyirəm, spirt deyəndən sonra istifadə edirəm. Və bu çox ucuz idi. 1 manat idi yoxsa 2 manat idi, elə bir şey idi. 2 manat 90 qəpiyə. Bu arada şəkildə daha belə şüşə kimi, baxın, daha şüşə kimi, daha şəffaf görünürdü. Amma bu biraz daha belə mat, yəni buz rəngi kimidir. Amma olsun da əsl istifadəyə yararlı olsun. Yerdə qalan boşdur. Sonra belə bir şey sifariş eləmişəm. Hamıda görürdüm, həmişə istəyirdim. Dedim məndə də olsun, niyə də olmasın ki. Maska eləyəndə, baxım eləyəndə, əl üzümüzü yuyanda su bilirsiniz ki, xanımlar buradan axır qolumuzun altına, oradan aşağı. Bu imkan vermir su axsın. Özünə çəkir, dəsmal materialıdır və materialı o qədər qəşəngdir ki, çox yumşaqdır. Bu da onun başlığıdır. Bunu da belə istifadə edəcəyik. İndi mən saçımın altından taxmıram. Nəysə, belə. Belə. Belə istifadə edəcəyik. Daha qəşəng versiyasını taxacağıq. Amma indi mən göstərmək üçün. Bunda material çox qəşəngdir. Ha? Bobin gəldi. Bobin, telefonundan çəkilə bilərsiniz, zəhmət olmasın. Yəni, Bobin sizə salam versin. Bobin, gəl bir dənə salam ver. Gəl bir dənə salam ver. Gəl bir dənə salam ver. Salam ver. Salam ver oğlum. Kim gəldi? Bobin gəldi. Bobiş gəldi. Bobin salam ver dənə. Salam. Get. Bu da bu şəkildə istifadə olunur. Bu çox yararlı bir şeydir, yəni çox yararlı bir şeydir və bunu neçə vaxt istəyirdim, səbətimdə var idi, amma bugünə qismət imiş, belə deyək. 5 manat 55 qəpiyə almışam onu da. Bu heç. Sonra bu nədir deyəcəksiniz? Gözəl bir sualdır. Bu mənim indi sizə çəkdiyim, video çəkdiyim bu DJI kameramın aldığım yaxşı bir mağazadan almışam bu arada. Keyfiyyəti də çox yaxşı olacağına inanıram. Qutuda falan gəlib. Bir maqnit yapışqan kimi bir şeydir. Hara istəyirsinizsə gedəndə. Ya belə maqnitlərdir 2 dənə. Belə bir maqnitlər və çox güclü dəmir maqnitlərdir. Yəni bir-birindən zorla ayırdım. Bu da onun belə bir qabıdır. Belə bir dəmiri var. Bunun özü də bu arada maqnitlidir. DJI buna taxırsınız, maqnitini götürürsünüz, yapışdırırsınız məsəl üçün hansısa bir plastikə, arxasından da digər maqniti qoyursunuz, tap yapışdı bir-birinə və yaxud da dəmirə. Video çəkmək istəyirsiniz, stoyka yoxdur, əlinizdə ştativ yoxdur, çöldəsiz, amma stolba var, orada çəkmək istəyirsiniz, stolbaya vurursunuz, tak, DJI yapışdı və rahatlıqla videonuzu çəkdiniz. Mənə görə çox keyfiyyətli bir şeydir. Qiyməti də çox ucuz deyildi bunun qiyməti, amma çox baha da deyildi. Yəni, amma çox əlverişli bir şeydir. Video çəkənlər mənə başa düşdü nə demək istədiyimi. Deməyin ki, boş-boş alış-veriş eləmişəm. Məncə, mən Temudan heç vaxt boş alış-veriş elədiyimi düşünmürəm, yəni. 18 manat almışıq, qərib. 13 manata düşüb. 13 manata düşüb qiyməti, amma 18 manat, 17 manat 95 qəpiyə almışıq. Sonra bir dənə belə şey almışam. Elə bunu şotkaların yanına qoyun. Kiprik qaş tarayan. Bu mənə nə üçün lazımdır? Birincisi, qiymət çox ucuz idi deyə bu qədər bir yerdə satılırdı aldım. İkincisi, bu şotkaları çox bəyənirəm. Adətən bəzi qaş sabitləyicilər var ki, sabun kimi ləkə buraxır da. İndi mən onlardan istifadə eləmirəm, amma bir də görsən nəsə
qaçır eləyir fikrimdən, daha ucunda çox gel olur istifadə edəndə və yapışır bir-birinə. Bunlarla mən onu düzəldirəm. Və yaxud da kipriyimə serum çəkmək istəyirəm, uzatması üçün yağ çəkirəm. Bundan istifadə edirəm. Qaşımı prosta darayıram, heç məhsul istifadə eləmirəm. Qaşlarımı özüm düzəldəndə, qıraqlarını təmizləyəndə eləyəndə bundan darayıram, qayçı ilə kəsirəm və bunlar çox keyfiyyətlidir. Bundan məndə sadəcə bir dənə var evdə. O da Allah bilir kimdən qalıb. Hardan qalıb, hardan gəlib çıxıb bizə. Ona görə dedim day təzələrini alım. Bundan aldım. Bunu da qabımıza qoyuruq. Şatqalarımızı da bu qaba yığırıq. Bundan qabaqki videoya baxmışsa, dodağımdakı Beulis'in glossudur və şişirmə effekti var. Onu da mən keçən səfər əlimdə yoxlamışdım. Yəni bilin. Bu şeylərin, şotqaların da qiyməti 1 manat 84 qəpikdir. 2 manat almışam. 10 ədəd göstərirdi. Burada 10 ədəd yoxdur bu arada. 2, 4, 6, 8, 10 ədəd demiş, üzrlü sayın. 10 ədəd demiş, 10 ədəd də göndəriblər. Başqa? Bu bitdi. Və son məhsulumuzu göstərirəm. Son məhsulumuz da özümə aldığım bir kaburadır. Sadə kaburadır belə, şəffaf kaburadır. Bu hissəsinə kart və yaxud da ki, xatirə şəkli falan qoya bilirsiniz. Keyfiyyətli plastikdir, gel plastiklərdəndir. Ən çox bunu almışam buna görə. Çünki bu kaburanın altına taxa biləcəyiniz bir ipdir. Bu şəkildə bura keçirdirsiniz kaburanızı. Xaricə gedəndə, yayda və s. qışda kurtkanın üstündən taxmağa sumka kimi olur. Çox bəyənirəm mən. Türk bir YouTuber qız var, orada görmüşdüm. Ceyda Kasabalı'da görmüşdüm. Çox bəyənirəm o qızı da. Bu şəkildə telefonu taxırsınız, sonra da bunu belə buradan belə, buradan da belə hop, telefon burada. Alo, salam əleykum. Buradan vurdun telefonu ödənişini elədin. Böyle oğurlaya da bilməzlər xaricə gedəndə, çünki bu çox möhkəm bir şeydir və telefonunuz da çox sağlam bir şəkildə qalır. Cibinizdən düşəcəyini düşündüyünüz bütün aksesuarlarınızı ipləsəz çox daha yaxşı olar. Cibə də qoymağa, ağırlıq eləməyə ehtiyac qalmaz. Bunun da qiyməti 7 manata almışam bunu da. Məncə çox yaxşıdır. İpi də çox keyfiyyətlidir. Gördüyünüz kimi, yəni buradan da böyüdüb kiçildə bilirsiniz. Bu arada deyəsən mən sizə bu corabların qiymətini demədim bir dənə. Onun da qiymətini deyim. Bu corablar da tükənib, amma bu corablardan 100 dənə tükanda var. 4.99-dadır. Mən yəqin ki 3.70-ə falan almışam yəni. Yəni bu qədər sifarişlərim. Ümid edirəm ki, deməyəcəksiniz ki, bu qız nə yararsız, nə lazımsız şeylər alıb. Məncə çox lazımlı şeylər almışam, yəni və çox keyfiyyətli şeylər almışam. Temunu bu arada çox sevirəm, çünki məhsul həqiqətən qırıq gələndə, yəni fırıldaq deyilsinizsə, aldatmırsınızsa, göndərirsiniz şəklini, onlar sizin ödənişinizi geri qaytarırlar ya da məhsulunuz gəlməyibsə, o şəkildə də geri qaytarırlar. Qaytarırdılar, indi bilmirəm day qaytarırlar ya yox. Daha sonra Temu haqqında onu deyə bilərəm ki, çox tez gəlir. Mən Expargo kargo şirkətindən gətizdirirəm, reklam yoxdur. O kargo şirkətindən yəni həqiqətən çox tez gəlir. İnşaatçılar filialından sifariş edirəm. Çox amma çox tez gəlir. Yol pulu, ödəniş haqqı istəmir. Qiymətləri də çox yaxşıdır. Hətta bəzən bonuslar, endirimlər də verirlər sizə. Vaxt olub mən 3 dənə, 4 dənə məhsulu pulsuz almışam. Hətta evimizdəki kameranın birini mən pulsuz almışam oradan. 60-70 manatlıq kameranı. Təsəvvür eləyin. Yəni bu qədər. Yəni ümid edirəm ki, videomu bəyəndiniz. Ümid edirəm ki, bir like-ı mənə çox görməsiniz. Nəsə bir sualınız olsa kommentlərdə görüşək. Sizi sevirəm. Növbəti videomuzda görüşmək üzrə. Görüşərik. Bay bay.